Doktor, mənə maraqlıdır ki, rozaseyadır, damar mənşəli problemlərdir, psoriazdır. Bəs bu kimi xəstəliklərin müalicəsi necə? Lazerlərlə mümkündürmü və tədavi müddəti necə olur? Təbii ki, mümkündür. Sadəcə olaraq burada da müalicə kurs şəklində aparılır. Yəni bir dəfəyə nəticə gözləmək məsləhət görmürəm. Yenə Ona görə ki, səbir bir tələb dəfəyə nəticə olmur, ancaq birinci dəfədən sonra belə siz fərqi hiss edə bilərsiniz. Ona görə də son vaxtları belə pasientlərin sayı çoxalıb. Məsəl üçün 2017-ci ildə gündə 1 ya 2 dəri problemindən olan pasient müraciət edirsə, indi mənim iş vaxtımın 80% elə dermatologiyaya həsr olunub. Buna görə çox sevinirəm. Estetikədən yavaş-yavaş uzaqlaşıram. Ona görə ki, açığı estetikaya artıq vaxt qalmır. Biz vitiligonda artıq cihazlarla müalicə edirik. Bizdə neyrodermit pasientlara da lazer müalicəsini tətbiq edirik. Günlük gündən göstərişlər çoxalır.